Dostlar salam. Bu videoda isə biz source səhifəsində olan məlumatları daha necə dinamik bir şəkildə idarə edə bilərik. Onlar haqqında müəyyən bir məsələlərə toxunmağa çalışacağıq. Hansı ki biz mən öz proyektlərimdə hansı yollardan, hansı üsullardan istifadə edirəm və bu prosesi necə idarə edirəm. Onların həm kod yazılışını, həm də bu prosesi göstərməyə çalışacağam. Dostlar, bu bizim deməli dərslərdə və həmçinin başqa videolarda görmüş olduğunuz bir proyekt idi. Hansı ki, mal material qəbulu, çıxış, yəni anbar əməliyyatları ilə bağlı olan bir proseslər idi. Və burada biz data validation ilə bir düymə yaratmışdıq. Hansı ki, burada məhsul seçimini rahat bir şəkildə verə bilirdik. Həmçinin kateqoriya və vahid xüsusilə verə bilirdik. Və bu məlumatların hər biri təbii ki də bir səhifədən, yəni bir source-dan gəlməli idi. O source isə bizdə hal-hazırda source səhifəsində olan bu deməli sütunlarda və sətirlərdə yerləşirdi. Lakin belə bir hal baş verə bilər yoldaşlar. Məsəl üçün mən product, yəni məhsul deməli bölməsinə bu siyahıda olmayan tamam fərqli bir deməli bir məlumatı əlavə edə bilərəm və həmçinin digərləri də. Bəs bu zaman biz necə edə bilərik ki, biz ikinci dəfə belə deyək düyməyə bastığımızda, yəni bizim üçün data validationlar gəldikdə bu məhsulun da adını bu siyahının içərisində göstərsin. Baxın yoldaşlar, bu üsula, yəni bu üsulu idarə etmək üçün, bu prosesi idarə etmək üçün bir neçə təklif olunur və onlardan biri də mənim öz buna belə adlandırma vermişəm. Add record if needed, belə deyək. Lap dəqiq yazmaq istəyirəm. Source səhifəsi, source manager deməli management modulu daxilində public sub deyəcəyim və deyək və public sub dedikdən sonra add new deməli new record if needed adında bir sub prosedur düzəltmək olar. Dolayısıyla fikir versəz, əgər ehtiyac varsa yeni deməli qeydi aparır. Dolayısıyla burada söhbət ehtiyacı varsa və ya yoxdursa və həmçinin yeni rekordun aparılması nə deməkdir? Gəlin onlar üzərində bir danışaq. Dolayısıyla təbii ki də mən misal üçün test məhsul bölməsindən test product deyil. Yəni belə deyək, bir product 1 2 yəni siyahıda olan deməli məhsullardan seçsəm, aydın məsələdir ki, bu artıq siyahıda olduğu üçün bunu yenidən gətirib də bu siyahıya əlavə etməyin heç bir mənası yoxdur. Bu səbəbdən yoldaşlar, mən elə bir yoxlama etməliyəm ki, əgər ora yazdığım, yəni müvafiq deməli nöqtəyə yazdığım bu əməliyyat əgər varsa, yəni bu deməli məhsulun adı varsa, source səhifəsində onu bura gətirib yazmasın yenidən. Əgər yoxdursa, deməli sonuncu sətrə və müvafiq sətrə gətirsin, yazsın və bu proses bütün hamısı üçün təkrarlansın. Demək ki, biz elə bir sub prosedur yazmalıyıq ki, yoldaşlar, bunların hər biri üçün deməli keçərli olmalıdır. Demək ki, yoldaşlar, biz təbii ki də nəyi yoxlayırıq? Birincisi yoxlayırıq, deməli bu məhsul ümumiyyətlə bizə göndərilən bu rekord, bu string nədir? Yoldaşlar, bunun üçün bir by val text adımız, yəni txt olan və string tipində olan bir arqument çöldən qəbul edək və həmçinin bundan da başqa bir by val as bir deməli doğrusu call edək və as bir integer kimi, yəni ki bir sütun deməz. Çünki bilirsiniz source səhifəsində məhsul kateqoriya vahid fərqli sütunlardadır. Bu səbəbdən yoldaşlar, biz artıq deməli by text as string, by val və call as string kimi, yəni həm rekordun özünü, həmçinin sütun nömrəsini qeyd etdik və yoldaşlar, artıq sub prosedur daxilində biz bu prosesi artıq yoxlamalıyıq. Görək yeni buna göndərilən bu dəyər bu səhifədə varmı? Yəni source səhifəsində varmı? Yoxdursa, əgər varsa əlavə etməlidir. Daha doğrusu varsa əlavə etməməlidir. Yoxdursa əlavə etməlidir. Demək ki, bunu yoxlamağımız üçün yoldaşlar bizə bir dənə qərar verici bir dəyişən olan bir flag və yaxud ki, onun müqabilində, yəni true false olan bir dəyişən bizə ehtiyac olacaqdır. Mən buna adına deyəcəm flag, yəni bayraq. As bir boolean kimi. Yoldaşlar, artıq burada biz flag'in dəyərini belə deyək, true ilə initialize, yəni ilkin dəyərini true ilə qeyd edə bilərik. Yəni ki, biz varsayaq ki, bu deməli qeyd olunan məhsul və ya digər sütunlar və ya dəyərlər bu siyahılarda var. Yaxşı yoldaşlar, gəlin o zaman birinci yoxlamamızı edək. Yoxlamamız üçün yoldaşlar, təbii ki biz hansı sütunda iş görəcəyimiz üçün bilmirik. Yəni onu bizə belə deyək, çöldən göndəriləcəkdir. Tamam, sub prosedurun kənarından. Bu səbəbdən mən və həmçinin hər bir sütunun da fərqli son sətirləri olacağı üçün bu son sətirləri ilk öncə yoxlamalıyım. Yoldaşlar, gəlin ilk öncə bu son sətirləri bir əldə edək və as bir integer kimi lr adında bir dəyişən, last row adında bir dəyişən yaradaq. Yoldaşlar, deməli, bundan sonra isə biz yəni last row'umuzu tapaq. Mənim bu proyektimdə yoldaşlar common deməli modulunda get last row'u tapan
bir function var. Mən bu işi həmin o functiona həvalə etmək istəyirəm. Common nöqtə get last row səhifə adını istəyir, source və hansı sütunda iş görəcək, o da zaten çöldən göndərilən bizim üçün həmin o dəyişəndir. Son sətri tapdıq yoldaşlar və tamam, həmin o səhifədə, yəni workbook nöqtə sheet səhifəsi, yəni source səhifəsində olan bir ərazidə iş görəcəyik. O zaman bunu with and within içərisinə daxil edirəm və for i 2-dən başlayır, hara qədər davam edir yoldaşlar, LR-ə qədər və next i. Təbii ki də yoldaşlar i-ni də gəl burada elan edək və bu səhifədə başlayır yoxlama. Nəyi yoxlayır yoldaşlar? Bizim çöldən göndərdiyimiz bu dəyəri mövcud olan dəyərlər ilə yoxlayır. Yəni ki, nöqtə if cells i hansı sütunda çöldən zaten göndərmişik. Orada olan value-nu yoldaşlar biz çöldən göndərilən txt ilə yoxlayırıq. Yoldaşlar, yoxladığımız bu hissədə əgər təbii ki tapsa, demək ki flag'in dəyəri belə deyək true olaraq qalmalıdır. Tamam. Və bu exit for edə bilər. Əks təqdirdə yoldaşlar flag true olmasa flag'in dəyəri artıq false olmalıdır. O zaman yoldaşlar gəlin burada kiçik bir düzəliş edək. Və burada bir false yazacağım. Yəni bunun ilkin dəyərini mən false kimi qeyd etmək istəyirəm. Səbəbi isə dediyim kimi əgər taparsa dəyəri true olsun, əgər əks təqdirdə tapmasa false olaraq qalsın. Tamam, kiçik bir dəyişiklik etdik. Əks təqdirdə bura true olsaydı, burada artıq biz false da yaza bilərdik və bu şəkildə də yoxlaya bilərdik. Tamam, daha düzgün, daha anlaşılı olsun deyə flag'in ilkin dəyərini false edək və tapdığı anda onun dəyəri true olsun. Və daha sonra isə yoldaşlar, finalda isə biz bu qərar verici mexanizmi, yəni bu flag vasitəsilə artıq öz işimizi görə bilərik. Yəni, əgər deyəcəm ki, false-dursa, yeni dəyəri deməli əlavə et. Yəni, yoldaşlar, yenidən baxaq. Baxın, flag hissəsində biz true olan deməli dəyərləri axtardıq. Yəni ki, textin, yəni çöldən göndərilən dəyərin mövcudluğunu yoxladıq. Əgər mövcuddursa, zaten flag true'dur və flag true olacağı üçün flag, belə deyək, yeni dəyər həmin o siyahıya əlavə edilməməlidir. Əks təqdirdə flag false qalarsa, yəni mən heç bir dəyər tapmasam, bu zaman yeni dəyəri mövcud lazım olan siyahıya yazsın. Yoldaşlar, yazacağım nöqtədə haradır? Son sətirdən bir aşağı. Yəni ki, yoldaşlar, end visit biraz da genişləndirmək istəyirəm burada. End visit gətirək bura, çünki eyni səhifə içərisində olacaqdır və bunu biraz qabağa edək, daha sərgəli görsənsin. Və cells lr plus 1-dən sonra hansı sütunda, müvafiq olan sütunda nöqtə value-ya mən textimi əlavə edəcəm. Və artıq bundan sonra yoldaşlar, əgər deməli yeni göndərilən dəyər bu siyahıda yoxdursa, əlavə edəcəkdir. Varsa, zaten heç bir yeni dəyər əlavə etməyəcəkdir. Gəlin yoldaşlar, bunu indi əsas prosesimiz üzərində yoxlamağa çalışaq. Mən gəlirəm burada. Təbii müəyyən bir dəyişiklik eləmək lazımdır main prosesin içərisində. Main prosesə gəlirəm. Hansı ki, məlumatların deməli digər səhifəyə ötürülməsi hissəsinə və burada add record if need adında bir qeyd etmək istəyirəm və bu qeyd çünki main səhifəsindən storage səhifəsində məlumatların ötürülməsini bu prosedur bizim üçün deməli tənzimləyir. Bu səbəbdən email həmin sırf o həmin o nöqtədə deməli biz öz işimizi görməliyik. Yoxsa görəcəyimiz iş nədir? Proses edilib bitirildikdən sonra storage səhifəsinə məlumatlar köçürüldükdən sonra biz deməli source management səhifəsində olan add record deməli if needed funksiyaları deməli sub prosedurunu çağıracaq. Yoxsa bizdən text istəyir. Bizim textimiz bizim bax istifadəçi pəncərəmiz olan və ya istifadəçilər üçün nəzərdə tutduğumuz bu bölmədədir. Elə bu bölmədən biz götürməliyik. Dostlar, bu bölmədə hansı sətr və sütundadır? Baxırıq ki, öz kodumuzda biz sətri i ilə ifadə etmişik. Yəni, dostlar, sheets main səhifəsində olan və cells i sətrində olan hansı sütundadır yoldaşlar? Üçüncü. Yəni C sütununda olan dəyəri biz bir dəyər kimi əlavə edə bilərik. Və həmçinin yoldaşlar biz hansı deməli call-dən istifadə etdiyi hansı sütun nömrəsini isə source-dakı sütundan deməli götürürük. Yəni ki yoldaşlar main-də olan bax bu C sütunu, yəni məhsul source-da olan A sütunundan gəlir. Bu səbəbdən yoldaşlar burada
1 yazmağımız bizə kifayət edəcəkdir. Və daha sonra yoldaşlar bu prosesi digərləri üçün, yəni kateqoriya və vahid üçün də təkrarlaya bilərik və gələcəm mainə C, D, F də deyəcəm. Deməli, C, D, F deyək və həmçinin 2 və 3 deyərəkdən artıq biz bir subprosedur ilə əslində 3 dənə işi arxa-arxaya görmüş olduq. Gəlin yoxlayaq yoldaşlar. Mən gəlirəm bura, yazıram test product və kateqoriyamız başqa bir kateqoriya olsun. Tutaq ki, kateqoriya 4 olsun və həmçinin vahidimiz də olsun nə? Qutu. Həmin hansı ki, siyahıda o yoxdur. Bir say verək və həmçinin bir tarix verək və bundan sonra yoldaşlar daxil et düyməsi klikləndikdən sonra məlumatlar daxil edilir. Baxıram, həqiqətən də storage səhifəsinə məlumatlar daxil edildi. Amma və lakin yoldaşlar gəlin source səhifəsinə baxaq. Source səhifəsində vəziyyət nə yerdədir? Fikir verirsəz yoldaşlar, məhsul bölməsinə mənim yeni məhsulum əlavə edilibdir. Kateqoriya bölməsinə, həmçinin vahid bölməsinə də müəyyən qeydlər edildi. Bəs yaxşı yoldaşlar, ola bilərmi ki, burada biz mövcud olan siyahıdan təbii ki də seçim edə bilərik. Hər zaman yeni siyahı, yeni məhsul gəlməyə bilər. Və bu səbəbdən gəlin mövcud olan siyahıdan seçimlərimizi edək. Bəs görək bu zaman təkrar product 2 mövcud olmasına baxmayaraq gətirib bunu yenidən bura yazacaqmı? Bu səbəbdən yoldaşlar gəlirəm, daxil et deyirəm, yes dedikdən sonra məlumatlar storage səhifəsinə əlavə edilir. Amma lakin source səhifəsində hər hansı bir dəyişiklik yoxdur. Bax, bunu da bizə qərar verən kim idi? Yoldaşlar, hansı ki source managementdə yazdığımız add new record if needed adında bu subprosedur bizə burada yoxlamasını edir. Hansı ki yoxlama etdikdən sonra qərar verir flag true'durmu, false'durmu və daha sonra isə həmin o flag və ya flag'in false və ya true olma nəticəsinə uyğun olaraq müəyyən məlumatları ya yazır ya da ki ümumiyyətlə üzərindən keçib gedir.